Bismillahirrahmanirrahim. Siz əzizləri salamlamaq çox xoşdur. Artıq bir neçə verilişdir ki, sizlərin xidmətindəyik. İlk reaksiyalar var, ilk mesajlar var, ilk ismarışlar var, ilk şərhlər var. Və belə demək olarsa, hər kəs yeni dərslərdən və nə zaman çıxmağından danışır. Sözsüz ki, ilk dərslərdən gəlib çıxdığımız bir neçə nəticələr var. Bunlardan biri budur ki, bu verilişin və ümumiyyətlə İslam dünya görüşü ilə bağlı bəhslərin bizim toplum üçün çox böyük əhəmiyyəti var. Və zamanında bu dərslər Azərbaycan toplumu üçün nə qədər önəm və fayda vermişdisə, bugün bu veriliş haqqında da bu fikirləri artıq söyləmək mümkündür. İnsanlarımız dünya görüşü məsələləri çox ciddi və fundamental maraqları var və inşallah bu bizim ümumi olan verilişimiz və sizli-bizli axtarışda olduğumuz və sualları axtardığımız və birgə irəliləyəcəyimiz bu verilişin inşallah Allahın da xüsusi inayəti ilə gözəl nəticələrə də gəlib çıxaraq, Allah qoysa. Bir neçə məsələni qeyd edək. Təbii ki, diqqət etdiyiniz kimi bizlər bir neçə dərsdir əqli üslubla, əqli metodoloji ilə irəliləyirik və üsluba diqqət etdinizsə, məsələlərdə daha aydınlara doğru, daha belə demək olarsa sadələrə doğru irəliləyərək və məsələlərin aydınlatmasına doğru getməkdəyik. Bir neçə məsələni bugünə qədər artıq bəlli bir hala gətirib çıxartmışıq və müzakirələrimiz zamanı verilişdə bu mövzularla bağlı müəyyən nəticələndirmələrimiz olub. Mən onların bəzilərini xatırlamaq istərdim və növbəti bəhslərimizə irəliləmək istərdim. Əqaid, bu bəhsin, bu mövzuların, ümumiyyətlə İslam dünya görüşü mövzularının və əqaid bəhslərinin istiqamətləri və mütaliə obyekti və araşdırma istiqamətləri nədən ibarətdir? Toxunduq ki, 3 mühüm sualımızla hardan gəlmişik, haradayıq və hara gediriklə məşğuldur. Başlanğıcımızı həll edirik. Öz-özünə varıq, yoxsa bizi bir yaradan var. Buralığımızı həll edirik. Burada iradəvi bir həyatımızı yaşayırıq və bu iradəvi həyatımızı yaşayarkən bizim davamlı olan seçimli həyatımızda bilgiyə, məlumata ehtiyacımız var. Bu məlumatların özümüzdə yetərincə imkanlarımız olmadıqda bu məlumatları əldə etmək üçün nə etməli? Və əksər hallarda bir çox fundamental situasiyalarda, seçimli situasiyalarda öz resurslarımız, öz imkanlarımız, öz malik olduğumuz daxili resurslarımız bunları cavablandırma, belə demək olarsa, potensialına malik deyil. Bu mənada nəbilərin, imamların mövcudluq əhəmiyyətinə aid də bir məsələlər əqaid dərsinin önəmli mövzularından biridir. Və sözsüz ki, bir gün bu dünyadan gedəcəyik və bu dünyadan gedərkən bitirmi burada, yoxsa davamı mı var? Və bütün bu məsələlər məad mövzusunda geniş müzakirə olunur. Beləliklə, əqaid dinin 3 mühüm, fundamental və vücudi sualları ətrafında mütaliə edən, öyrənən və araşdıran bir elm sahəsidir və bizim bu verilişimiz İslam dünya görüşü və əqaid bəhsləri əslində bu 3 sual ətrafında hardan gəlmişik, haradayıq və haraya gedirik sualları ətrafında inşallah Allah Taala xüsusi inayət edərsə bu istiqamətdə mövzularımız olacaq və inşallah bu istiqamətdə danışmalarımız, müzakirələrimiz və araşdırmalarımızı sizə təqdim edəcəyik. Əqaid hardan gəlmişik, hardayıq və hara gedirik suallarıdır. Digər bir mövzuda biz bu nöqtənin üzərinə gəldik ki, bu məsələlər üzərində araşdırma aparma, ümumiyyətlə dininlə bağlı, dinin məsələləri ilə bağlı, dinin mövzuları ilə bağlı araşdırmalar apardıqda bunun nə qədər önəmliliyi, nə qədər prioritetliyi var. Sıralasaq axtarılmalı, araşdırılmalı mövzular arasında din sahəsində araşdırma necə yeri tutur? Birinci dərəcəli yerlərdədirmi? Ya haşiyəvi yerlərdədirmi? Və bu bəhsi araşdırmaq üçün biz mühüm mövzulara toxunduq ki, bizim daxilimizdə maraq hissi var və bu maraq hissi bizi axtarışa aparır. Və
daxilimizdə olan fundamental bir hiss olan bu maraq hissi bizi axtarışa aparır, araşdırmalara aparır və bir ciddi gerçəkliklə üz-üzə gəlirik ki, biz hər şeyi axtara və biz hər şeyi araşdıra bilməyəcəyik. Bir ömür və bir həyat besinəmir insan hər şeyi araşdıra və insan hər şeyi axtara. Hətta bəlli bir istiqamət sahələrinin özündə də hər şeyi axtarma və araşdırma bəzən heç mümkün də olmur. İndiki müasir dönəmdə xüsusən bu qədər məlumat imkanlarının artması ilə, bu qədər fürsətlərin artması ilə də belə, bunu öyrənmə fürsətlərinin artması ilə də belə bir həyat məhduddur və bu dünya məhduddur və müvəqqətidir. Təəssüflər olsun ki, biz bütün hər bir şeyə əhatəmiz və bütün hər bir şeyi araşdırma imkan və fürsətlərimiz yoxdur. Sözsüz ki, belə bir situasiyada yeni bir mövzu ortalığa çıxır. Bizim maraq hissimiz var və biz axtarışdayıq və biz araşdırmadayıq. Bu maraq hissi bizi axtarışa aparır, araşdırmaya aparır. Belə olan halda ki, biz hər şeyi axtarıb və araşdıra bilmirik, nə etməliyik? Necə edək? Hansıları araşdıraq? Hansıları ilk növbədə araşdıraq? Hansıları birinci dərəcəli araşdıraq? Və bəhsimizin bu yerində gəlib çatdıq ki, bizim fundamental digər bir hissimiz var. Bu, mənfəət hissidir. Xeyrə can atma və zərərdən qaçma. Və bu hiss bizim bir çox həyatımızda seçimləri etməmizə kömək edir. Və araşdırarkən də bizim üçün meyyar olaraq o məsələləri ilk olaraq araşdırmalıyıq ki, oradan daha çox fayda və daha çox mənfəət və daha çox xeyir götürə bilərik. Və bunları müqayisə etdikdə, araşdırma sahələrini, axtarış sahələrini müqayisə etdikdə biz çox ciddi bir məsələyə diqqət etmiş olacağıq. O da bundan ibarətdir ki, axtardığımız sahələrin hamısı demək olar ki, mütləq böyük əksəriyyəti insana verdiyi xeyirlər, insana verdiyi faydaların hamısının müvəqqəti kontekstdə, müvəqqəti və məhdud kontekstdə vədidir. Din və yalnız ilahi din insanı əbədi xeyirdən, insanı əbədi zərərdən məlumatlandırır və insanı xəbərdar edir ki, bax, sənin yaşamana görə və sənin həyatına görə və sənin necə yaşamana görə əbədi xeyrə çata bilərsən, əbədi mənfəətə çata bilərsən və yaxud yanlış yaşamana görə əbədi zərərə və əbədi məhvə doğru sürüklənə bilərsən. Ona görə də normalda hər bir insan bu mövzular ətrafında düşünməli, hər bir insan bu məsələlər ətrafında düşünməli. Hər bir normal, axtarışda olan insan, maraq hissi, işdə olan, işlək olan insan bunlar haqqında düşünməlidir. Və düşünərsə və bunun fərqində olsa ki, hər şeyi də axtara bilməyəcək və mecburdur seçə və sistemləşdirə və ardıcıllıq yarada, növbətçilik bir növbəlik yarada, hansından sonralıq bir sıralamasını aparmaq məsələsi meydana çıxırsa, sözsüz ki, birinci dərəcəlilik burada nə ilə əlaqəli olacaq? Burada birinci dərəcəlilik insanın xeyir və mənfəəti ilə bağlı daha çox vəd verən mövzularla bağlı olmalıdır. Çünki bunlar gerçəkdirsə, normal insan bunları müəyyənləşdirməlidir. Bunlar gerçəkdirsə, həyatının necəliyini və nə etməliyində təbii ki, bu istiqamətdə hərəkətini xüsusi diqqət etməlidir. Bu mənada hər bir normal insan dinin vədlərini, dinin iddiasını, dinlə bağlı məsələləri araşdırmalıdır və müəyyənləşməlidir. Nə qədər bunlar gerçəkdir, nə qədər bunlar həqiqətdir, nə qədər bunlar doğrudur və əgər bunlar doğrudursa, bu zaman insan riayət etməsə nə qədər böyük zərərə uğrayacaq. Bu mənada hətta ehtimal nəzəriyyəsi baxımından insan bu ehtimalların belə kiçik olmasına rəğmən vəd olunan o qədər böyükdür ki, hər bir normal insan gedib araşdırmalı. Hətta kiçik ehtimallar bu qədər böyük bir vəd varsa axtarılır və araşdırılır. O ki, qaldı burada ehtimallıq baxımından da vəziyyət kifayət qədər, həm də hətta araşdırmadan öncə də kifayət qədər çox ciddidir və bəşəriyyətin müəyyən mənada həyatının tərkib hissəsinə daxil olan mövzulardan biridir. Bu mənada biz dini araşdırmağa başlayarkən və bu motivasiya ilə mənfəət mövzusunda nəzərdə tutaraq dini araşdırmaya tərəf yönələrkən bəlli olur ki, dini araşdırma özü-özlüyündə üslubsuz, metodsuz, səmərəsizdir. Hətta qeyri-mümkündür. Hətta yanlış nəticələrə gəlib çıxmaq olar. Necə ki, tarixəndə çoxlu sayda insanlar gəlib çıxıblar.
Bu mənada biz dini araşdırma ilə bağlı müraciət etdikdə və başladıqda sözsüz ki, din sahəsinin ən birinci tələbi bundan ibarətdir ki, üslubunuzu, metodunuzu müəyyən edin, oyun qaydaları müəyyən olunsun, hansı üslubla, hansı metodla, hansı qayda ilə siz araşdırma aparacaqsınız. Və biz epistemologiya deyilən metodlar haqqında və üslublar haqqında bir sahəyə müraciət etməli oluruq. Və bu sahəyə müraciət etməli olduqda biz görürük ki, din sahəsində araşdırma üçün bir neçə təkliflər, bir neçə təqdimlər mövcuddur. Bunlardan biri və belə desək ki, adətən insanlar araşdırmadan, xüsusi dərinə getmədən müraciət etdikləri bir metoddur. Təəbbüdü tanıma yolu. Yəni, kör-köranə hansısa bir nəzəri və düşüncəni qəbul etmə bir üslub olaraq və desək ki, bu nəsə çox qeyri-adi və istisna bir halda xeyr, təəssüflər olsun ki, bu günləri bizim dünyamızda və bu günləri təəssüflər olsun ki, təhsil-təlim sistemimizdə də oturuşmuş bir metodologiyalardan biridir. Bu və ya digər alimlərin nəzər və düşüncələri araşdırılmadan, kökünə getmədən, çünki onlar deyiblər və ona görə də belə olmalıdır prinsipi ilə götürülür və belə demək olursa kör-köranə qəbul olunur və onun üzərində böyük uzaq gedən nəticələrə gedib çıxarılır. Amma gerçək araşdırma ruhiyyəsində olan insan bunun fərqindədir ki, bu araşdırma səmərəli araşdırma deyil. Çünki bu fikri deyən insanlar yanlış demişdilərsə, səhv demişdilərsə, doğru deməmişdilərsə, bunları qəbul edən, a priori qəbul edən, bunları gözü yumlu qəbul edən insanlar da səhv etmiş olacaq, avtomatik olaraq səhv etmiş olacaq. Sözsüz ki, burada bu nöqtəni də vurğulamaq olar. Bu xüsusilə dünya görüşü məsələlərinə aiddir. Çünki insanın bir həyatı var və bu həyatında o bir dəfə ömür yaşayır, bir dəfə iradəli bir həyat yaşayır və bu sorumlu olacaq bu həyatına görə və dünya görüşü məsələlərini müəyyənləşdirmədə onun bir həyat ərzində fürsəti var. Və burada kimlərəsə arxayın olub, kiminsə nəzərlərinə arxayın olub və gözü yumulu gedərkən o səhv etmiş olacaqsa, yanlış etmiş olacaqsa, bir həyatını, bir ömrünü əslində puça hərcləmiş olmuş olur. Bir həyatını boş yerə hərcləmiş olur. Ona görə də ağıllı insan diqqətli olmalıdır. Xüsusən dünya görüşü məsələlərində bu məsələlərə. Deyə bilərik, praktik məsələlərdə, əməl məsələlərində biz axı müraciət edirik mütəxəssisə. İlk olaraq onu qeyd edim ki, o kör-körana deyil. Biz araşdırırıq və araşdırdıqdan sonra hansısa bir sahənin mütəxəssisinə, əgər özümüz o sahənin mütəxəssisi deyiliksə, praktik məsələlərdə müraciət edirik. Həkim lazımdır, özümüz həkim deyiliksə və o sahənin mütəxəssisi deyiliksə, həkimə müraciət edirik. Bu cürdə dinin də praktik məsələlərində, fikri məsələlərində, əxlaq məsələlərində, praktik məsələlərdə insan özü mütəxəssis deyilsə, mütəxəssisə müraciət etməlidir. Amma burada söhbət dünya görüşü məsələsindən gedir. Fundamental əqaid məsələlərindən gedir və inancımızın da yanaşması budur ki, bu məsələlərdə mütləq insan araşdırmalıdır və heç olmasa minimal dəlillərlə öz dünya görüşü ilə bağlı məsələlərində aydınlığı olmalıdır. Haradan gəlmişik, haradayıq və haraya gedirik məsələlərində insanın bir dəlilləri, bir əsasları olmalıdır. Allahdan bu istiqamətdə həm də bir tövfiqatlar diləyirik inşallah. Və beləliklə biz gördük ki, təəbbüdü tanıma yolu heç bir bizim işimizə və bu kontekstdə bizim bəhslərimizi araşdırmaya yaramır. Keçdik təcrübi tanıma yolunu, təcrübi üslubu, təcrübi metodolojinin nə qədər faydalı olub-olmaması məsələsini bir daha diqqət edək. Təcrübi tanıma, təcrübi metod çox gözəldir, empirik metod çox gözəldir, laboratuvar metod çox gözəldir. Amma özünün imkanları, özünün potensialı, özünün gücü çatan sahələrdə, zaman və məkan çərçivəsində olan, laboratuvar şərait çərçivəsində fundamental və gözəl faydası olan bir sahədir. Bütün təcrübə elmlər, fizika, kimya, bir çox bugünkü nailiyyətlər ki var təcrübə elmlərdə, məhz bu metodun bərəkətinə, məhz bu metodun uğurunun nəticəsindədir. Amma dinin iddia etdiyi, dinin təqdim etdiyi məsələlər təcrübi formata sıxmır. Zaman və məkana sıxmayan dinin iddiaları var. Təcrübə oluna bilməyən, laboratoriya ilə, hansısa empirik yolla təcrübə oluna bilməyən mövzular var.
Bu mənada təcrübə tanıma yolu nə qədər öz sahəsində, nə qədər öz istiqamətində səmərəlidirsə, amma din araşdırma, dinlə bağlı araşdırma sahəsində, xüsusən vücudi suallarla bağlı araşdırma sahəsində, xüsusən başlanğıc və yekun məsələlərlə bağlı araşdırma sahəsində yetərli deyil və potensialı və gücü çatmır. Ona görə də biz təvhidi tanıma yolu ilə bağlı, eyni ilə təcrübə tanıma yolu ilə də burada xudafizləşməli oluruq din araşdırma istiqaməti ilə bağlı. Və gəlib çatırıq üçüncü, şuhudi tanıma yolu. Daxili, batini, azarençiski, yəni intuitiv tanıma yolu. Bu tanıma yolunun mahiyyət etibarilə ən azından dini araşdırmanın bu mərhələsində yetərli deyil. Çünki öz nəfsinə sahib çıxmayan insan, öz nəfsini tərbiyə etməyən insan, öz mənəvi və daxili aləmini tərbiyə etməyən insan və bunlardan məhrum olan insanın daxili duyumları, daxili hiss etmələri təbii ki, yanlış olur. Və bu bir araşdırma üçün, din sahəsində bu mərhələdə araşdırma üçün heç cür yararlı təbii olaraq deyil. Ona görə də bu mənada biz bu yolla da, bu istiqamətlə də din sahəsində araşdırmanın bu mərhələsi üçün yararlı görmürük və xudafizləşirik. Nəhayətdə gəlib çıxdıq əqli tanıma yoluna. Əqli tanıma yolu din sahəsində araşdırma üçün yararlı yoldur. Bu bir obyektiv yoldur. Bunun yararlığı və obyektivliyini səbəbləri nədədir? Və biz keçən dərs buna çox az da olsa işarə etdik. Əqli tanıma yolunun din sahəsində araşdırma üçün də ilkin mərhələdə kifayət qədər yararlı olmasının əsas səbəblərindən biri budur ki, dini araşdırmanın daha fundamental, daha köklü, daha təəqqülə, təfəkkürə, düşüncəyə uyğun olması üçün əqli tanıma yolunun yararlılığının əsas səbəbi bundan ibarətdir ki, əqli tanıma yolu özü-özünə aydın olan, aksiyomatik və bədihi adlanan bir məsələlərə qayıdır. Yəni, əqli tanıma yolu mahiyyətcə insanın məchulunu, bilmədiklərini, suallarını cavablandırarkən gedib həmən o ən aydınlara, həmən o ən bədihilərə, həmən o ən aksiyomatiklərə söykənərək, oradan başlanaraq, sonradan həmən bu materialdan, həmən bu məlumata istinad edərək, bunları bir-biri ilə bir yerdə toparlamasında da həmən o aydınlıq və bədihiyyat qaydalarına riayət edərək və yavaş-yavaş məchulları məluma çevirərək gəlib cavablandırmaq fürsətinə malik olan bir metoddur və bu mənada dini araşdırmaq üçün çox yararlı bir metoddur, obyektiv bir metoddur, insanların qəbul etdiyi bir metoddur və bir mühüm məsələni deyək. Əgər əqli tanıma yolu və bədihiyata söykənərək, özü-özünə aydın olan məsələləri söykənərək tanıma fürsəti və tanıma imkanları olmasaydı, insanlar heç kim bir-birinin bir məsələdə də heç bir fikrini qəbul etməzdi. Heç kim heç kimə heç nə izah edə bilməzdi. Heç kim heç kimə heç bir şeyi isbat edə bilməzdi. Bu mənada bədihiyyat bəhsi fövqəl dərəcədə önəmli bir bəhsdir və bir miqdarda bu haqda danışmağa ehtiyac var. Çünki biz dini araşdırmada bu məsələlərə kifayət qədər söykənəcək, kifayət qədər bu mövzulara bizim istifadə edəcəyimiz olacaq. Bədihiyyat mövzusu çox ciddi məsələlərdən biridir. Əslində məntiq dərsinin də, məntiq bəhslərində ən önəmli mövzularından biridir. Desək ki, fəlsəfə öyrənilməsində də bədihiyyat mövzusu və bədihiyyata qayıtma ən ciddi məsələlərdən biridir. Biz əqli tanıma yolunda mahiyyətcə nə edirik? Və ümumiyyətlə, məntiqin mahiyyəti və məntiqin etdiyi proses nədir? Bu bir təfəkkürdə olan bir prosesdir. Biz əqli tanıma yolunda təfəkkür edərkən, düşünərkən, mahiyyət etibarilə bir təfəkkür prosesində bir məchulu, bir sualı, bir bilinməyəni məluma, bilinənə və cavaba çevirmə istiqamətində hərəkət etmiş olur. Olan sualların, olan məchulların, olan bilmədiklərimizi cavaba, məluma və bilgiyə çevirmə istiqamətində hərəkət edirik. Və bu proses zamanı bizlər bilmədiyimizdən, məchuldan, sualdan
hərəkət edirik, bir zehni hərəkət edirik təfəkkür prosesi zamanı məlumlara tərəf, bildiklərimizə tərəf. Gedirik o bilgi bazamıza müraciət edirik. Gedirik o məlumat bazamıza müraciət edirik. Gedirik o bizim içimizdə olan o rezerv hissəmizə müraciət edirik və müraciət etdikdə orada ən aydınlara tərəf hərəkət edirik. Ən insan üçün daha rahat və aydın anlananlara tərəf hərəkətləmiş oluruq. Bu mənada diqqət eləsək, təfəkkür prosesinin xüsusi imkanlarından biri budur. Və məntiq elmi zaten bizə bu yolda, bu proses zamanı məchuldan, bilmədiyimizdən məlumlara tərəf getməni, o məlumların içində, lazımı qaydada, ən aydın və ən başa düşülənlərdən toparlayaraq, onları düzgün bir yerə, lazımı qaydada düzərək və nəticələndirməyə doğru hərəkət eləməni öyrədir. Və bu yolda məchuldan məlumlara və məlumlardan məchulu məluma çevirmə istiqaməti prosesində yanlışlıq etməkdən qoruyan bir elmdir. Və məntiq elminin bu mənada fundamentallığı çox ciddidir, fövqəl dərəcədə ciddidir. Əqli tanıma yolu buna görə mötəbərdir. Əqli tanıma yolu buna görə obyektivdir. Çünki başlanğıcında hamının qəbul etdiyi, hamının rahat anladığı bir bədihiyata, bir özü-özünə aydın olan gerçəkliklərə söykənir. Və bu mənada bədihiyat bəhsi din sahəsində araşdırma üçün də çox önəmlidir, çox fundamentaldır və bir nöqtədə burada onu da qeyd edək ki, bədihiyat o məsələlərdir ki, özü-özünə aydındır və onların artıq izaha ehtiyacı yoxdur. Hətta az demiş oluruq. İzah etmək də hətta mümkün deyil. Çünki ondan daha aydını yoxdur ki, onu daha aydınla izah etmiş olaq. Və yaxud sübut mərhələsində bədihi mövzular var ki, bunlar özü-özünə aydındılar, sübuta ehtiyacları yoxdur. Çünki onlardan daha aydın bir şey yoxdur ki, onlara istinad olunaraq sübut olunsun. Bu mənada biz bədihiyat və aksiyomatik mövzularımızı götürsək və bəzi nümunələr də burada toxunacaq, növbəti bəhslərimizdə də imkan daxilində bu məsələlərə toxunarıq. Amma dini araşdırmaqla bağlı mövzularda ən ciddi məsələlərdən biri budur ki, biz dinin ən böyük iddiası bundan ibarətdir ki, ehtiyacsız bir varlıq var. Dinin və inancımızın ən böyük iddiası bundan ibarətdir ki, Rəbbimiz var, Allah Taala var və o ehtiyacsız bir varlıqdır. Və ehtiyacsız varlıqla bağlı iddianı araşdırma və onunla bağlı müəyyənlik yaratmaqla bağlı sözsüz ki, biz ümumiyyətlə varlığın özü ilə bağlı ilk olaraq bir aydınlatmamız olmalıdır. Varlıq varmı? Yoxmu? Ümumiyyətlə varlığın özü bir anlayış olaraq varlığın özü hansı anlayışlardandır? Sübut olunmağa ehtiyacı olan, izaha ehtiyacı olan ya fövqəl dərəcədə aydın bir anlayışdır. Bəli, varlıq ən aydın və ən fundamental insanlar üçün aydın olan hər kəsin başa düşdüyü anlayışlardandır. Hər kəs varlığın varlıq olaraq olmasını çox aydın surətdə bilir. Özünün də varlığı və bütün digər varlıqların da varlığı mahiyyət etibarilə bir varlığın olması və varlığın olmağından keçən bir mövzudur. Bu mənada varlıq ən ciddi, bədihi və özü-özünə aydın olan anlayışlardan biridir. Və istənilən bir varlıq var olma baxımından iki cür təsəvvür oluna bilər. Varlığı özündən və ehtiyacsız, yaxud varlığı kənardan ehtiyaclı varlıq. Və bu bəhslərin rahatlığı üçün biz bu iki kateqoriya varlıqları vacib əl-vücud və mümkün əl-vücud adlandıracağıq. Vacib əl-vücud o varlıqdır ki, onun var olması özündəndir, kənardan deyil və ehtiyacsız varlıqdır. Mümkün əl-vücud o varlıqdır ki, onun var olması kənardandır, o ehtiyaclı varlıqdır və onun varlığı təmin olunmalıdır. Varlıq var və varlıq bədihidir. Varlıq
varlıq olaraq onun varlığı iki cür təsəvvür oluna bilər, iki cür fərz oluna bilər. Ehtiyacsız varlıq və ehtiyaclı varlıq. Varlığı özündən ola bilən varlıq kimi təsəvvür oluna bilər və varlığı kənardan olan varlıq kimi də təsəvvür oluna bilər. Və varlıqlar bu mənada biz iki yerə bölə bilərik varlıqları. Vacib varlıq və mümkün varlıq. Vacibəl vücud və mümkünəl vücud. Var olması özündən olan və vacib olan və kənardan asılı olmayan, ehtiyacsız olan varlıq, bu vacibəl vücuddur, vacib varlıqdır. Və mümkünəl vücud, bu varlığı kənardan olan, özündən olmayan, asılı olan bir varlıq. Və bu mümkünəl vücuddur, mümkün bir varlıqdır. Varlıq var. Və varlıqlar mahiyyət etibarilə iki cür fərz oluna bilər, iki cür təsəvvür oluna bilər və bu mənada biz əslində vacibəl vücudun, ehtiyacsız varlığın sübutu üçün əslində bu addımları bir-bir irəli gedəcək. Bu üslubumuzda və sübutumuzda. Bədihi bir şeyə istinad etdik. Varlıq var və bu bədihidir. Ən aksiyomatik mövzulardan biridir. Bütün insanların qəbul etdiyi bir məsələdir. Vacibəl vücudun amma sübuta ehtiyacı var. Və bu insanların özü-özünə bədihi olaraq aksiyomatik anladığı bir məsələ deyil. O cür olsaydı dünyada ateistlər olmazdı. O cür olsaydı dünyada insanlar bu mövzularda tərəddüdü olan insanlar olmazdı. Bədihi o mövzulardır ki, hər bir insan, hər bir normal insan onu anlaya bilir, onu dərk edə bilir və bu kimi. Və biz əqli üslubla din sahəsində araşdırma apararkən, vacibəl vücud varmı, yoxmu məsələsini araşdırarkən, addım-addım, pillə-pillə, bədihilərə söykənərək irəliləyəcək. Varlıq var və bu bədihidir. Ən azından biz varıq, ən azından hər kəs bilir ki, mövcudiyyət var və varlıq var və özünün olmasında o qədər fundamental olaraq əminliyi var ki, və bu onun üçün ən aydın mövzulardan biridir. Və burada özünün hətta ehtiyaclı varlıq olması da ən fundamental mövzulardan biridir. Biz ehtiyaclı varlıq olmağımızı elə aydın o məsələdə bilgimiz və aydınlığımız var ki, və biz mümkün əl-vücud olmağımız o qədər aydındır ki. Amma vacib əl-vücud varmı, yoxmu? Bax, məsələ bundan ibarətdir. Varlıq var və bu bədihidir. Varlıqlar iki cür ola bilər. Vacib əl-vücud və mümkün əl-vücud. Və biz vacib əl-vücudun olması ilə bağlı sübut etmək üçün xüsusi bir qaydaya, xüsusi bir istiqamətlə inşallah Allah inayət edəcək və hərəkət edəcək. Təsəvvür edək ki, vacib əl-vücud yoxdur. Əgər vacib əl-vücudun olmamağı təsəvvür olunarsa, bütün varlıqların hamısının avtomatik olaraq məsələmizin şərti bu idi. Varlıq var və varlıqlar iki haldan kənar təsəvvür oluna bilməz. Vacib əl-vücud və mümkün əl-vücud. Və burada əgər vacib əl-vücudun olmamağı fərz olunarsa, bütün varlıqlar mümkün əl-vücud olar. Əgər bütün varlıqlar mümkün əl-vücud olarsa, ehtiyaclı olarsa, onlar özləri bir-birinin varlığını təmin etməlidirlər qaydaya uyğun olaraq. Onların bir-birini təmin etməsi iki modeldən, iki variantdan kənar deyil. Onlar ya qapalı sistemdə, dövr adlanan terminoloji olaraq sistemdə bir-birinin varlığını təmin etməlidirlər, ya açıq sistemdə bir-birinin varlığını təmin etməlidirlər. Və qapalı sistemlə açıq sistemin fərqi bundadır. Qapalı sistemdə birinci ilə sonuncu birləşir və açıq sistemdə birinci ilə sonuncu birləşmir. Və biz qapalı sistemdə mümkün əl-vücudların qapalı sistemini təsəvvür edə bilərik və açıq sistemini təsəvvür edə bilərik. Qapalı sistemini dövr adlanır, açıq sistem isə təsəlsül adlanır. Təsəlsül adlanır. Qapalı sistemdə onlar bir-birini ödəyə biləcəklərmi? Ödəyə bilmirlər. Niyə görə? Çünki qapalı sistemdə bir xalqa digəri üçün həm varlığı verən, həm varlıq alan olur. Həm vücud verən, həm vücud alan olur. Həm vücud ötürən, həm vücud ötürülən olur. Həm ata olur, həm oğul olur. Həm səbəb olur, həm nəticə olur. Ola bilməz bu. Beləliklə, qapalı sistemdə varlıq təmin olunmur. Təsəlsül açıq sistemdə varlıq təmin oluna bilərmi? Ola bilməyəcək. Bunlar hamısı mümkün varlıqlardır. Bunlar hamısı gözləmədədirlər. Bunlar hamısı ehtiyaclı varlıqlardır. Gözləyirlər, kimsə bunlara versin və bunlar olsunlar. Gözləyənlərin növbəsindən varlıq meydana çıxa bilməz. Və beləliklə, açıq sistemdə də varlıq meydana çıxmayacaq. Və bütün varlıqlar
mümkün əl-vücud olarsa, yəni vacib əl-vücudun olmamağını fərz etsək və bütün varlıqlar mümkün əl-vücud olarsa, bu halda, bu iki haldan birində o varlığını təmin etməlidir. O mövcudiyyətini təmin etməlidir. Ya qapalı sistemdə, ya açıq sistemdə. Nə qapalı sistemdə təmin edə bilmir, dediyimiz böhran yaranır. Bir-biri üçün həm səbəb olasıdır, həm nəticə. Nə açıq sistemdə təmin edə bilmir, çünki gözləyəcəklər. Beləliklə, mümkün əl-vücudların özünə qalsa heç nə olmaz. Beləliklə, mümkün əl-vücudlar olsa yalnız varlıqlar, heç bir varlıq mövcudiyyət tapmaz. Amma varlıq var. Məsələmizin ilkin nöqtəsi varlıq var və bu bədihidir. Və bu özü-özünə aydın olan ən ciddi fundamental mövzulardan biridir. Əgər varlıq varsa və mümkünlər özü-özünə bunu təmin edə bilmirlərsə, ən azından bir vacibəl vücud olmalıdır. Ən azı bir vacibəl vücud olmalıdır ki, o eyni halda digər üçün həm səbəb, həm nəticə olmasın, o növbədə dayanmasın, gözləmə növbəsində dayanmasın və ən azı bir vacibəl vücud olmalıdır ki, ümumiyyətlə varlıqlar mövcudiyyət tapsınlar, necə ki mövcudiyyət tapıblar. Və əslində vacib əl-vücudun sübutu ən köklü mövzulardan biridir və biz bir neçə bədihiyyata istinad edərək bu günləri çalışdıq. Bunu ilkin olaraq bu günləri, bu sxemini sizlərə təqdim edək. İnşallah növbəti bəhslərimizdə bu mövzulara bir daha qayıdarıq. Allah köməyimiz olsun. Təbii ki, biz bunun fərqindəyik. İslam dünya görüşü və əqaid bəhsləri kifayət qədər müəyyən anlamda diqqət, təmərküz və eyni zamanda bu məsələləri dinləyərkən qeyd etmək tələb eləyən verilişlərdəndir. Biz sizin suallarınızı gözləyirik. Biz sizinlə bu mövzularda hələ geniş danışacağıq. İnşallah hesab edirik ki, Allah Taala xüsusi inayəti ilə bu verilişə biraz da çoxlu işıq salar və zehinlərimiz daha da aydınlaşar, zehinlərimiz daha da açıqlaşar inşallah və bu mövzularda inşallah Allahın lütfü ilə daha da irəli gedə bilərik. Allahdan hər birimiz üçün bu bəhslərdən nəticələr çıxardıb və əməli həyatımızda tətbiq etməni diləyirəm. Allah'a emanet.